Cəbrayıl rayonunun 5 ildən sonra gəlməyi adama çox böyük bir qürur hissi yaradır. Gəldikcə mənim döyüş elədiyim yerləri görürəm və 20 il, 15 il xidmət elədiyim döyüş yoldaşlarımı itirdiyim yerləri görürəm. O, həqiqətən də çox çətin bir şeydir. Buranın torpaqları bizim şəhidlərin qanı ilə yoğrulmuş bir yerdir. Burada hər bir kvadrat metrində hansısa bir yaralının qanı, şəhidlərin qanı, onların burada gəzən bir ruhları var. Biz onları düzdür, kənardan görmürük, ancaq onlar bizi görürlər. Hoş gəlmişsən Cəbrayıl. Çox sağ olun, xoş yüzə gələk. Sağ ol. Necəsən? Allah razı olsun. Çox sağ olun. Siz necəsiniz? Necəsiniz burada? Rahatdırmı? Gəlin evə qonağım olun. Allah kimləriz olsun. Allah razı olsun. Gələk. Hoş gəlmişsiniz. Həmişə siz gəlirsiniz. Can qardaş, xoş gəlmişsən. Çox sağ olun. Allah razı olsun. Nə xoş bu günə. Bir daha xoş gəlmişsən Cəbrayıl. Çox sağ ol, Allah razı olsun. Səni evimdə görməyə çox şadam. Allah sizə uzun ömür, can sağlığı versin. Çox sağ ol, təşəkkür edirəm. Deyirəm, qismətə baxçınam ki, yəni 5 il bundan qabaq biz bura əlimizdə silahla döyüş edə-eləyə gəlmişik. 5 ildən sonra gəlmişəm, böyük bir müddət vaxt deyil. Burada böyük bir şəhər görürəm, yəni yaşayış görürəm. Hətta Cəbrayıllı bir qardaşın evində qonağam mən. Siz mənim üçün ən əziz qonaqsınız. Yəni bugünə kimi mənim evimə qonaq gəlib də, gedib də, amma bugünkü gün, yəni həmişə də belə olacaq inşallah. Ən əziz qonaqlarım sizlərsiniz. Çox sağ olun. Görünür vallahi elə küçədən məni görən kimi evinə qonaq çağırmağın bu boynumuzun borcudur qardaş, boynumuzun qonaqpərvərlikdən irəli gəlir. Nə qədər vaxt yaşayırsınız? 10 aydır biz köçmüşük burada. Maşallah, maşallah. Maşallah, Allah gününüz bizə olsun. bərəkət versin. Sağ ol, çox sağ ol. Biz də bugünkü bu nailiyyətləri sizlərə və şəhidlərimizə borcluyuq. Çox sağ olun, borcumuzdur. Allah Ali Baş Komandanımıza da uzun ömür, can sağlığı versin. Hər gün irəliləyiş var Cəbrayılda, hər gün.
2020-ci ilin oktyabrın 3-dən artıq biz Cəbrayıl istiqamətinə hərəkətə başladıq. Nüzgar kəndindən keçdik. Gəldik gecəylə yerləşdik biz Cəbrayıl rayonunun əsas strateji yüksəkliklərinə. Köhnə Dostlar bulağı deyilən yer var. Orada erməni birləşmələrinin blokpostu qoyulmuşdu. Onu nəzarətə götürdük. Çünki əsas yolun üstündə idi. Onlar hətta hələ bilmirdi biz yerləşdiyimizi. Ayın 4-ü səhər tezdən, saat 4-3 aralarında. Əlimlə göstərdiyim istiqamətdə düşmənin böyük bir hərbi hissəsi yerləşirdi və hərbi şəhərciyi yerləşirdi. Həmin hərbi hissə biz əməliyyata başlayan zaman onlarda döyüş həyəcan siqnalı verildi və hərbi hissə, Vuşqa deyilən bir yer var, güllədir. Həmin güllə istiqamətinə hərbi hissə toplu şəkildə ehtiyat döyüş rayonuna çıxarıldı. Və biz burada sol cinah bölmələrimizə məlumat verdik ki, sizinlə qarşı-qarşıya gələn hərbi hissədən çıxan döyüşçülərdir, düşmən heyətidir və düşmən heyəti onlarla döyüşməyə başladıqda biz isə hərbi hissənin axtarış, təmizlik işlərinə başladıq. Cəbrayılın əsas və tam əsas döyüşü əsasən bu istiqamətdə olub. Xırda çuxurlar qazılmışdı və düşmənin köhnədən qazılmış mövqeləri də var idi və həmin mövqelərdə yerləşdilər və bizim sol cinah bölmələrimizlə açıq döyüşə orada girdilər. Artıq sol cinahımızda hərbi hissədən çıxan düşmən heyəti də məhv olunmuşdu və biz həmin vaxtı artıq Cəbrayıl rayonunun müdafiə və mühafizə işlərinə başladıq. Müdafiə və mühafizə işləri başlanılan zaman bizim sağ tərəfdən, yüksəklikdən dayanmadan artilleriya atəşinə tutdular. Bizim bölmələr Cəbrayılı düşmənə yenidən təslim etməyə imkan vermədi. Hərbi hissənin daxilində arası 5-6 nəfər ayrı-ayrı zirzəmilərdə gizlənmişdi. Hətta əllərində avtomat var idi. Bizim bir yoldaşımız var, döyüş yoldaşımız var. Qapıyı açan vaxtı avtomatla vurdu. Bu qapıyı bağladı. Qapıyı bağladı, içəri girmək üçün başqa bir çarə yoxdur da. Hökmən ora hansısa elə bir şey eləməlisən ki, özün xəsarət almıyorsan və döyüş yoldaşım qumbaranı çəkdi, atdı içəri. Atdı həmin zirzəmiyə və oradan o məhv oldu. 4-5 nəfəri orada enəcək bir məhv elədi. Biz onları yaşayış şəhərciklərini yoxlayanda, hətta axtarış elədiyimiz zaman bir yoldaş çaynikin isti olmağını da dedi. Yəni, bu onu göstərir ki, bunlarda o qədər arxayınçılıq olub ki, yəni bunların Cəbrayılın ilk alınmasından, yəni Azərbaycan ordusunun irəliləməsindən heç çox xəbərləri olmuyor. Arzum var idi ki, Şuşaya qədər döyüşümü davam etdirim, ancaq bu mənə qismət olmadı. Şuşaya yaxın bir ərazidə artıq yaralandığından sonra geri qayıtdım. 5 il keçib, mən 5 ilə qədər bu acı hisslərin nə qədər olsa keçirsəm də, yəni gələ bilmirdim. Çünki burada öz can qardaşlarımı itirmişdim. İndi hal-hazırda qürurumu toparlayıb gəlmişəm və ziyarət edirəm. Yuxarı Gövhər Ağa məscidində olduq və Gövhər Ağa məscidində namazımı qıldım, ibadətimi elədim.
şəhidlərimiz üçün dualar elədin. Yaralı qardaşlarımız üçün dua elədim. Ölkəmiz üçün dua elədim. Allah bütün cəm şəhidlərimizə rəhmət eləsin. Yəni, mən özümü o qədər rahat hiss edirəm ki, başa salası bir formada deyil. Gərək insan onu yaşaya burada. Cırdır düzün ziyarət elədim. Cırdır düzündə bizim qardaşlarımız hansı istiqamətlərdən bizim bu Şuşa şəhərinin alınması üçün hansı şücaətlər göstəriblərsə, onları bir anlıq gözümün qarşısında canlandırdım. İndi olduğumuz ərazi, o Paşinyanın hansı ki halay çəkdiyi ərazidir. İndi hal-hazırda ölkəmizin nəzarəti altındadır. Allaha çox şükürlər olsun. İnsan nə qədər xoşbəxt olur burada. Yəni mən onu hiss elədim burada. Düşmənə görüntü verməmək üçün gizlin şəkildə insan ayağı dəyməyən yollarla sıx meşənin içindən hərəkət eləmişik. Topxana meşəsindən 6-7 sutka, bir həftə yaxın biz yol getmişik. Gəldik, çıxdıq Şuşa yolunun üstünə. Biz qoşulduq bizdən öncəki qrupa. Artıq noyabrın 5-də axşam radələrində qızğın ağır döyüşlər getdi. Artıq biz gördük ki, düşmən geri çəkilməyə başladı. Çünki düşmən həqiqi də itkilər çox olmuşdu. Biz də bilirik ki, bunlar hazırlaşıb təzədən bir qüvvə ilə üstümüzə gələcəklər. Biz də Şuşa yoluna çıxandan sonra qalaya çatmamış bir təpəli ərazidə özümüz üçün uyğun mövqe seçə biləcəyimiz bir ərazidə yerləşdik və başladı burada düşməni gözləməyə. Elə bildiyimiz kimi də oldu. Çox da çəkmədi. Saat artıq 5-dən 6-sına keçən gecə başladı Xankəndi tərəfdən tank səsləri gəlməyə. Gecə görməklə müşahidə eləyirdik. 3 dənə tank, T-72 tankı, modernləşdirilmiş T-72 tankı müəyyən bir məsafə qalmış saxladı, yan-bayan durdu tanklar və başladı bizə atəş açmağa. Mən deyərdim ki, bir cəhənnəm səhnəsi yaşadıq biz orada. Mənim də mövqələndiyim yer təpəli ərazinin nə aşağısında deyildi, nə də yuxarısında və yuxarıda o tərəfində deyildi. Tam orta nahilələrində idi. Fikrimiz var idi ki, təpəliyi keçək o birisi üzə, çünki təpənin o birisi tərəfi artıq bizim üçün hədəfdən kənar idi. Fikrimiz var idi, ora keçək. Ara sakitləşən kimi biraz mən istədim ki, yerimi dəyişək. Belə döyüşə vəziyyətindən sağ çiyin üstündə fırlananda artıq ermənilər gördü ki, mənim sol qolum qalxdı göyə və mövqe tutduğum səngərdən hədəf verdim. Yəni hədəfi görən kimi düşmən tankları hələ bəlkə saniyələr keçdi, başladı mənim olduğum yerə mərmi vurmağa. Mərmi bir də düz gəldi, düşdü mən mövqələndiyim yerin düz bir 5 metrinə, bəlkə də az olardı. Məni götürdü, mövqeyimdən götürdü, bir qırağa atdı və artıq onda qolum getmişdi. Tez bazar özümü toparladım və başladım, yəni düşdüyüm yerdən üzü yuxarı təpənin istiqamətinə keçmək istədim. Birdən ağlıma gəldi ki, qolumu yoxlayım, görüm bu salamatdırmı? Yağış da yağırdı ya, biz də təpənin ortasındayıq ya, yağış yuxarıdan torpağı yuyub gətirirdi. Güclü yağış yağır, torpağa qarışıq, yəni yağış su qarışıq, gəlirdi aşağı. Belə mən də başladım, qaranlıqdır, heç nə görsənmir, əlimi əlimə vermək istədim. Yəni sol əlimi sağ əlimlə yoxlamaq istədim ki, görüm yara yeri necədirsə, mən özüm buna ilkin tibbi yardım göstərə bilirəmmi? Gördüm, əl-ələ gəlmir. Fikirləşdim ki, bəlkə də sınıb, arxaya çevrilib qolum. Arxadan da baxdım belə uzanıb döyüşə vəziyyətində. Gördüm, yoxdur. Sonra birdən ağlıma gəldi ki, bəlkə də qopub da, məsəl üçün.
Baxdım belə palçığın içində qolum yara aldığım yer artıq qol kəsilib, oynaq nahiyəsindən qopub atıb. Palçıqdadır bu açıq yara. Bu da bir yəni açıq infeksiyadır da bu. Palçığın içindədir bir belə hardasa. Palçıqda yoxladım qolumu, gördüm artıq yoxdur. Yağış yuyur deyə mən bilmirəm nə qədər qan gedir qolumdan. Həm yağış suyu yuyur, qan qarışıq aparır. Bəlkə də bir tərəfdən o yağış yaxşı olub ki, bizim yaralarımızı təmizləyib. Xatirə ki, mənim xatirəmdə həmişə yaddaşımda qalıb. Bir saat var idi, mən Türkiyədə kursda olanda 2019-cu ildə onu mən oradan almışdım. Komanda saatı, sırf yəni Hüsnətlan saatı idi. O saatı da mən çox istəyirdim. Həmişə qolumda idi, yatanda qolumdan çıxarmırdım o saatı. İndi qolum gedib, uşaqlar deyirəm ki, bəs gedən gedib də artıq olan olub. Heç olmasa qolumu tapın ki, bu saatı mən götürüm də, bu qalsın məndə. Mən özüm ölüm ayağındayım, saat dərdindəyim. Axtardılar uşaqlar, düzdür, qanallığı idi. Həmin yaralandığım yeri ətrafı axtardılar, artıq yəni gördülər ki, yoxdur da. Mən yəni özüm belə fikirləşirəm ki, mərmi mənə yanıma düşdü. Yəni yaxın məsafədən yüzlərlə qəlpə saçıldı. O qəlpələr həmin qolu elə kəsilən vaxtda tikət elədi. Saat qarşı tikət elədi. Yoxsa o qol yəni tapılmalı idi. Yəni döyüşdüyümüz yerdə uzağı 50 metr məsafədə o qol tapılmalı idi. Mənə indi də maraqlıdır ki, o hardadır? Heç olmasa mən onun sümüklərindən nə olsa tapa bilim. Ancaq təbii ki, onlar artıq yoxdur da, getdi. Bir gecə qaldıq həmin yerdə, yaralandığım yerdə. Sonra səhərsi gündə bizi çıxardılar. Erməni futbolçusu var idi, Muxtaryan. Onun villasına. Məni gətirdilər bu villaya. Düz burada yerləşdirmişlər məni bu ərazidə. Yəni, çünki burada lüstür var idi. Ondan mənə yadıma gəlir, burada yerləşdirmişlər. 3 gün qaldım burada villanın içində. Burada da bizim şəhidimiz var idi, o ağır yaralı gətirmişlər. Babayev Şamil. Naxçıvandan idi, bizim kapitan idi, komandir idi. O da ağır yaralı şəkildə burada yerləşdirmişlər. Sonradan qan itirməkdən ardından şəhid oldu, Allah rəhmət eləsin. Buranın ərazisi, yerləri hamısı bizim yaralılar yerləşdirmişlər. Yəni boş ayaq qoymaq üçün yer qalmamışdı. Sonra 2 gün qaldıq burada. 3-cü gündə səhv eləmirəmsə, villanın bir tərəfini tankla vurdular ermənilər, düşmənlər. Tankla vurulanda bizi buradan çıxartdılar. Şəxsiyyəti buradan çıxartdılar. Burada səhv eləmirəmsə başqa bir otaq var idi. Ora aparmışlar. Buralar mənə yadıma gəlir. Bura mətbəx idi deyəsən. 2-ci mərtəbədə də orada otaqlar vardı. Orada da bizim yaralarımız vardı. Yəni biraz yüngül yaralılar vardı. Çünki ağır yaralılar tezbizə gətirib ora qədər çıxarmamışlar. Elə burada yerləşdirmişlər bizi. Yer hamısı qan içində idi. Şu an içində döyüşən qardaşlarımız var idi bizlə. Onlar həqiqi də həm bizə baxırdılar, həm şəhidlərimizi təxliyə edirdilər. Həm də ki, bizdən sadəcə qat-qat çox olan düşmənlə döyüşürdülər. Şuşa alınandan sonra gəldilər sevinə-sevinə, qışqıraraq dedilər ki, qardaşlar artıq biz salamatıq, sizlər salamatsınız. Şuşa alınıb, artıq müharibə qutarıb. Bu 3-4 gün yaralı vəziyyətdə qalan insanlar, birinin ayağı yox, birinin qolu yox. Məsəl üçün başından ağır travma alan qardaşlar var idi, yara alan qardaşlar var idi. Necə sevinərək, elə bil biz bu ağır yaralara sahib deyilik. Artıq gözümüzə heç bir şey görsənmirdi. Artıq əziyyətlərimizin bəhrəsini yaşayırdıq biz.
Xoş gəlmisən qardaş. Sağ ol, çox sağ ol, sağ ol. Əziz qonaqsan, öz evindir. Allah razı Nə olsun. vaxt yolun düşdüyü mütləq. Baş üstə, çox sağ olun. Siz də sağ olun ki, bizi dəvət elədiniz. Hoş gelmişsiniz. Allah hamınıza can sağlığı versin. Allah razı olsun. Birinci Qarabağ 44 günlükdə də, antiterrorda da, içində də Maşallah, iştirak maşallah. eləmişəm. Birinci Qarabağ müharibəsinin qazisiyəm. Mən də Şuşada döyüşmüşəm. Şuşada yaralanmışam. Arada 30 il fərq olsa da, yəni sizin yolunuzu davam eləmişik bizdə. Sağ olun, var olun. Siz də sağ olun. Sizlərə dəyməsin. Bugün gələndən Şuşanı demək olar hər yerini gəzmişəm. Maşallah çox gözəl şəhərdir. Çox gözəl abadlıq işləri, yenidən qurulma işləri görülüb. Siz nə vaxtdan burada yaşayırsınız? Ümumiyyətlə yaşayışınız necədir? İlk köşklə gəlmişəm mən və burada binalar, evlər verilməmişdi. Mən burada yaşayırdım. Alınandan 3-4 ay belə sonradan mənim üçün buradayam. 4 ildən çoxdur. Çoxdur belə buradayam. Uğur idarəsində işləyirəm. Uğrunda döyüşdüyümüz kimi indi də təmizliyi ilə, gözəlliyi ilə məşğuluq. Allah ömür versin sizə. Yəni iş var, şükür Allah işləyirsiniz. Bəli, işləyirəm. Elə tək sizə aid deyil, bütün qazilər, veteranlar, hansı Şuşaya gəldi, bizim əziz qonağımızdır. Mənə də xoşdur ki, gəlib Şuşada sizin evinizdə qonaq olmuşuq. Sizin çayınızı içirik. Sağ olun. Sağ olun. Buyurmuş olsun. Beş ildən sonra təzən ayağa basıb Qarabağ torpağına. Yəni ora girəndə həm sevinirdim, həm kədərlənirdim. Kədərləndim ona görə ki, orada gözümün qabağında neçə dənə yoldaşlarımız, hərbi qolsam şəhid olub. Bir tərəfdən sevinirdim ki, yəni bu Qarabağ məsələsi tamamilə bitdi. Orta məktəbdə oxuyan vaxtı anam deyir ki, burası böyüyənə Qarabağ müharibəsi qutaracaq. Amma elə oldu ki, şükür Allaha gəldi, bizə qismət oldu döyüş. Füzuli istiqamətində Ləltəpə yüksəkliyi tərəfdən başladı döyüşə. O istiqamət keçdi. Həmən biz posta girəndə erməni tankları vardı, vurulmuşdu, bizdən qabaq vurulmuşdu. Bizdən qabaqki bölmələr də vurub dağıtmışdılar, məhv eləmişdilər. Ondan sonra tapşırıq mənə gəldi. Öz qrupumla döyüş icra edirdi orada. Döyüş icra edən vaxtı bizim istiqaməti verdilər. Cəbrayılın Şeybək kəndi var idi. O istiqamətdə dost qüvvələrindən görüşüb növbəti tapşırıq icra eləməyə gedəcəkdi. Və teleqüllərin altında ermənilər var idi. Səhv eləmirəmsə, 400-ə yaxın erməni var idi onlar. Cəbrayılda həmən vaxt yağış yağırdı. Elə bir yağış yağır ki, yerimək mümkün deyil idi. Ayaq palçıq, üstümüzdə sursat və teleqüllərin altına çatanda biz onların elə bir özləri ağlarına girmiş ki, yəni bu yağışda heç kim döyüşə gəlməz, heç kim döyüş icra eləməz burada. Amma biz xüsusiyyətli olaraq keçdi, həmən döyüş icra elədi. Biz orada çatdıq, teleqüllərdən bizi bəri təpə vardı. O təpənin altında biz mövqələndik hamımız. Və təpənin o birisi tərəfində ermənilər dayanmışdı. 6 dənə tank var idi orada. Minəmət batariyası var idi, snayperlər var idi, bir də pulemətlər vardı orada. Və səhər saat
9-a əməliyyat icra olunmalı idi orada. Hücum eləməli idi biz ora. Əməliyyat da necə başlayacaqdı? Əməliyyat başlayacaqdı, biz tankı vurmaqla, biz tankın vurub məhv eləyəndən sonra əməliyyat icra olunacaqdı. Və tank vurulmağına biz döyüşə başladıq orada. 6 yaxın tank məhv edildi. Yəni tanklar elə bir vəziyyətdə məhv edildi ki, o tankların istifadə olunması, deformasiya olundu tamamilə. Belə Cəbrayıl əməliyyatını belə yekunlaşdırdıq. Bir dənə də alaca manevr elədik orada. Qubalda Zəngilana hücum eləmədik. Oradan biz dağ var idi. Cəbrayıldan Füzuli Hadrut yol vardı. Biz o yolla yox, biz dağı açdıq, keçdik Hadruta. Çünki erməninin xəbəri yoxdur oradan ki, Hadruta hücum edəcək. Erməni bütün qüvvəsini cəmləmişdi Qubalda Zəngilan tərəfə. Biz onları allada döyüş icra elədik orada. Alaca manevr eləyək. Və Hadrutu götürəndən sonra əməliyyat icra olunub qurtarandan sonra Füzuli rayonunun əməliyyatı, rayonun özünün əməliyyatı başladı. Cəbrayıl Füzuli yoluna çıxdıq biz, rayonun özünə tərəf istiqamət hərəkət edirdik. Arxadan kolon gəlirdi, erməni maşınları gəldi kolondan. Onlar o qədər yeyin sürətlə gəlirdilər ki, yəni çünki bizi görürdülər qabaqda ki, bunlar gedirlər qabaqda. Toplum şəkildə insanlar gedir. Tapşırıq gəldi ki, bəs heç bir fəaliyyət olmasın, siz öz tapşırığınızı icra edin. O kolonu məhv eləmək başqa bir qrupun tapşırığı oldu orada. Belə ani moment bir dəqiqə içində komanca məhv oldu orada sizin şəxsiyyətlə. 500-600 metr qabağımda Füzulinin küvənə dairəsi var idi orada. Dairədən qabaqda bəri tərəfdə tank var idi. Tankın solunda da səngər var idi, erməni səngəri var idi. Ermənilər o səngərsiz yanmışdılar. Tapşırıq gəlir ki, o tankı məhv eləmək lazımdır. Çünki tank bizə mane olurdu döyüş icra eləməyə. Dərhal mənə tapşırıq gələndən sonra tapşırığı öz qrupuma verdim. Silahı doldurub tuşladılar. O səngərin içində olan ermənilər bizim o tanka tuşladığımız raketə atəş açırdılar. Onlara imkan vermirdilər ki, biz onlara dəqiq nişan alaq. Mən də sol cinahda dayanmışdım. Sol cinahdan özümdə ani qərar qəbul etdim ki, sol cinahdan çıxıb erməni tərəfə atım, onların fikri mənə yönəlsin. Bunlar da rahat tankı məhv eləsinlər. Bir dəfə qalxdım səngərdən, erməni tərəfə atəş açdım ermənilərə, düşdüm. İkinci dəfə qalxdım, yəni icra elədim, atəşi düşdüm. Üçüncüdə isə mən düşmənə atəş açıram orada. Sadəcə qulağım zingillirdi mən, sol qulağım. Özümdə dördüm mən, çünki fikrim ermənidə qalmışdı mənim orada. Qulağım zingilliyir, mənə çatmış ki, mənə nə olub? Elə bildim qabağımıza mərmi zat düşürdü, mərmi düşürdü, ona görə mən də valnaya düşmüşəm, amma mərminin valnasında oxşamırdı. Çünki biz o dəfələrlə oradan sınaqdan keçirmişdik, bilirdik necə olur o valna. Yəni, qulağım zingillir, fikrim ermənidə qalıb, amma mən erməni güllatmışam oradan. Haradasa bir səhv eləməmimsə, 5-10 dəqiqə erməni güllatmışam başımı güllədəyindən sonra. Və səngərə düşəndə şirin yuxu gəlirdi. Bir də susuzluq var idi məndə. Mənə çatmırdı ki, məndə necə oldu da bu, mən bu vaxta qədər belə olmuyor məndə, birdən-birə belə oldu. Və müvazinətimi itirdim, yıxıldım yerə. Gözümü yumdum, fikirləşəm ki, ürəyimdə fikir ki, mən də şəhid oluram. Bundan mənası yoxdur da, yəni ən uca məqamda zirvədir. Amma qismət olmadı o şəhidlik mənə. Şəxsiyyət dərhal mənə ilkin tibbi yardım göstərdi öz şəxsiyyətə. Və məni oradan dərhal uzaqlaşdırdılar. Bir neçə müddət sonra bildim ki, mənə snayperlə vurublar orada. Mənim başımda 3 dəfə əməliyyat icra olunub, tibbi əməliyyat. Deməli, bu əməliyyat nəticəsində birinci dəfə mənim sümük deformasiyası vardı, onu götürdülər, titanla əvəz edildilər başıma. Amma o gülləni 3 dəfə əməliyyat olmağa baxmayaraq çıxarmaq mümkün olmadı, çünki beyin altındadır burada, sağ gözümün də arxasındadır. Yəni, onu götürmək qeyri-mümkündür. Həyatla ölüm arasında 50-nin 50-yə şans var qalmaq. 5 ildir ömür yoldaşıq da, Güllə bir yaşayırıq. Mənim övladım Ülvi Mikailov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə istiqamətində qəhrəmancasına şəhid olmuşdu. Mənim şəhid övladımın mənə vəsiyyət olmuşdu ki, əgər mən şəhid olaramsa, məni Füzuli torpağında dəfn edin. Və onun mənə ikinci bir vəsiyyət olmuşdu ki, əgər mən şəhid olaramsa, köçün Füzuli şəhərində yaşayın. Bugünkü gün biz azad olunmuş torpaqlarda yaşayırıq. Şəhidlərimizin canı bahasına, qanı bahasına bu torpaqlar yağı düşməndən azad olunubdur.
Bugünkü gün burada yaşamaq bizim üçün çox qürurludur, şərəflidir ki, öz doğma torpaqlarımızda 30 ildən sonra biz yaşayırıq. Mən Füzuli şəhərindən 93-cü il avqustun 20-si məcburi köçkün düşəndə mən 4-cü sinifdə oxuyurdum. Bugünkü gün mən Füzuli şəhərinə şəhid adası kimi dönmüşəm. Burada yaşamaq mənim üçün böyük şərəfdir. Ülvü 11 ayın əsgəri olubdu. O əsgərə gedən bir gündən əsgər yoldaşlarına demiş ki, mən şəhid olacağam. Hər mən görüşə gedəndə onun taboru ilə görüşürdük. Əsgər yoldaşları ilə birlikdə çay süfrəsində otururduq, söhbət edirdik. Dostları mənə dedi ki, əmi Ülvü deyir ki, mən şəhid olacağam. Daha mən onun üzərinə getmədim, şükür Allaha, əminamanlıq idi. Bacısının toyuna gələndə də nənəsinə deyib ki, mən şəhid olsam, atama deyim, məni Füzuli torpağında dəfn eləsin. Şəhidlik hər adama qismət olmur. Və Ülvü 11 ay öncədən demiş ki, mən şəhid olacağam. Antiterror əməliyyatından bir gün öncə məndən telefonla danışdı. Dedi, ata necəsən? Həmişəki kimi keyfi əhval tutdu. Mən ona həmişə dədə deyirdim. Dedim, sağ ol dədə, yaxşıyam. Sadəcə son sözü mənə oldu, gözündən müğayət ol. Ülvünün arzusu olmuşdu Füzuli şəhərinə köçmək. 44 günlük Vətən müharibəsində biz qələbə çalanda o bayraq çiynində biz onda Bakıda yaşayırdıq. Onun sevincləri, onun o keçirdiyi stresi mən görürdüm. Ata evimizə qayıdacağıq, torpaqlarımız azad olundu. Özü qismət olmadı Füzuli şəhərinə qayıtmaq. Ülvü şəhid olandan sonra sağ olsun cənab prezidentimiz bu binaları qısa bir zaman ərzində yüksəltdi. Füzuli şəhəri həmən şəhərlərdən biri idi ki, cənab prezidentin vurğuladığı kimi burada bayraq saçmağa belə bir yeri yox idi. İndi çox şükür bizim üçün gözəl müasir şəhərlər salınıbdır, hər şey öz qaydasınadır. Mən də şəhid övladımın vəsiyyətin, istəyin yerinə yetirərək öz doğma Füzulimdə köçüb bugünkü gün yaşayıram. Gözəl evlərlə təmin olunmuşuq, gözəl yaşayırıq, yaxşı parklarımız var, ondan sonra şəraitimiz var. Bu yolda əziyyət çəkən bütün insanlara, o cümlədən bu vətən torpağı üzərində qələbə qazanan oğlanlarımıza Allah rəhmət eləsin deyirəm. Ulu öndərimizə rəhmət eləsin. Prezidentimiz İlham Əliyevin də canını salamat eləsin ki, bugünkü gündə torpaqlarımız alındı. Biz məcbur bir köçkünlər bugünkü günü görürük. İki əsrdə görünməyən bir işi bizim ordumuz, bizim Ali Başkomandanımız bu işi gördü. Yəni torpaqlarımız işğaldan azad olundu. Gəlirdik, orada Alxanlı var, o post var. Bax, oradan bəri gələ bilmirdik. Bax, dururduq, bu tərəfə bağlayırdıq, içimizdə ağlayırdıq. Yəni, ona görə də nə qədər ki, biz burada varıq, yəni dünyamızı dəyişənə qədər, bu mənim öz şəxsi fikrimdir. Dünyamı dəyişənə qədər mənim şəhidlərə qarşısında baş əyirəm.
O qazilərimizə can sağlığı diləyirəm. O vuruşan oğlanlar, salamat gələn oğlanlara Allahdan can sağlığı diləyirəm. Yəni bu günlərdə burada görürsünüz, tikilibdir, evlər tikilib. Yəni buranın hər şey öz yerində. Bu Füzulinin havası, suyu bir başqadır. Ya ona görə də mənim 75 yaşım var. Allah indən sonra nə yaşadacaqsa məni, mən elə burdayam. Ömrümün axırına qədər, dünyamı dəyişənə qədər burdayam. Gələcək nəsil inkişaf elətdirsin Qarabağa. Şəhidlərimiz yaddan çıxarılmasın heç vaxt. Amma bilsinlər ki, Qarabağ həmişə bizin olub.